Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, mən də bu dəyişiklikləri çox mühüm, vacib dəyişikliklər hesab edirəm. Bizim son 150 ildəki bütün tarixi mətnlərimizə diqqət eləyəndə ən çox işlədilən ifadələrdən biri gec qalmaq ifadəsidir. Yəni, məktəb açmaqda gec qaldıq, ona görə müəyyən prosesləri uduzduq, ordu quruculuğunda gec qaldıq, hansısa bir ictimai prosesləri irəli aparmaqda gec qaldıq və bu da bizim sonraki taleyimizə də ciddi, əhəmiyyətli təsir göstərmiş oldu. Ona görə də rəqəmsal texnologiya ilə bağlı addımlarda da artıq əvvəllər 5 il, 10 il hansısa prosesdən gec qalmağı bərpa etmək mümkün idi. Amma burada bir gün, bir saat belə nədənsə geridə qalmaq artıq ölkənin başqa dövlətlərlə rəqabətinə əhəmiyyətli şəkildə təsir göstərir. Ona görə də bu qanun layihəsi olduqca vacib qanun layihəsidir və bunun vacibliyini də əsas göstərən əlamətlərdən biri də ötən günlərdə ölkənin vitse-prezidenti hörmətli Mehriban xanımın rəhbəri ilə keçirilən bu sahəyə demək səlahiyyətli qurumların rəhbərləri ilə birlikdə müşavirədir və orada da bunun əhəmiyyəti xüsusi vurğulandı və ondan sonra da təcili vaxt itirmədən bu qanun layihələrinin də təqdim olunması onu göstərdi ki, dövlət artıq məsələyə prioritet bir məsələ kimi yanaşmaqdadır. Amma bu həm də ona görə vacibdir ki, bizim informasiya məkanımız yalnız burada hörmətli Zahid Orucun da qeyd elədiyi kimi hansısa bir şəkildə sərhədlərin tanklarla keçilməsi üzərindən təhlükəsizliyə baxılmamağını bizə artıq diktə eləyir. Hər gün Azərbaycan informasiya məkanına hər saat ayrı-ayrı ölkələrin informasiya dronları göndərilir və bu dronlar da özümüz hiss eləmədən bizim çox strateji sahələrimizə öz zərbələrini endirirlər. Ona görə də biz bu dronların təhlükəsiz şəkildə ortadan qaldırılması, qarşısının alınması üçün məhz bu sahəni gücləndirməliyik. Burada xüsusilə rəqəmsal tədqiqat məsələsi çox önəmlidir. Biz bir sıra publik hüquqi şəxslərin demək müəyyən dərəcədə fəaliyyətini dayandırdıq. İndi bu istiqamətdə böyük işlər görülməlidir. Amma mən hesab edirəm ki, bu qanun layihəsində yalnız dövlətin müəyyən elədiyi qurumdan söhbət gedir. Amma əslində xarici ölkələrin təcrübəsində də göstərilir ki, bu sahəyə çox sayda qeyri-hökumət təşkilatlarının cəlb olunması vacibdir. Qanunvericilikdə də bu əksini tapmalıdır. Çünki iqtisadi təhlillə bağlı, rəqəmsal təhlillə bağlı çox sayda onların töhfəsi ola bilər və bu tənzimləyici test mühitinin həyata keçirilməsində də xüsusi rol oynamaq imkanına sahib olacaqdır. Bunu kənara qoymaq məncə doğru olmaz. Onların əksinə daha çox yeni QT-lərin yaranması və bu sahədə ixtisaslaşmasına köməklik addımlar atılmalıdır. Bizim Konstitusiyanın 7-ci maddəsində çox önəmli Azərbaycan dövlətinin prinsipləri əks olunubdur. Bu, Azərbaycanın dünyəvi və unitar dövlət olma prinsipləridir. Biz unitar dövlət olma prinsipini ölkə prezidentinin demək, böyük bir Ali Baş Komandan kimi qabiliyyəti və Azərbaycan əskərinin rəşadəti nəticəsində ərazi bütövlüyümüzü bərpa eləməklə həll etdik. Və Azərbaycanın dünyəvi dövlət prinsipinin qorunması isə bizim elə unitarlığın qorunması qədər önəmli məsələdir. Son vaxtlar xüsusilə də bu zəmində cənubdan, qərbdən, müxtəlif Azərbaycanlıların yaşadığı xarici ölkələrdə olan mühitdən çox mənfi bir istiqamətlərdə Azərbaycana təsir edici addımlar atılır. Hətta Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslığımız yetərincə deyil. Adicə bu yaxınlarda bir idman yarışı keçirilirdi qaydası döyüş üzrə. Baxırsan ki, Azərbaycanı təmsil edən idmançı artıq üvertura ilə ya cəngi sədalar altında meydana çıxmır, mərsiyə sədaları altında meydana çıxır və bütün zalı da o sədalara qoşaraq özünün hansısa bir dini ideoloji təbliğatını aparır. Qalib gələndən sonra da Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarları səsləndirir və biz də hamımız sakitcə bunu müşahidə edirik və bunlar artıq addım-addım çoxaldıqca onda görəcəyik ki, Azərbaycan dünyəvi dövlətinin mahiyyətinin, prinsiplərinin zədələnməsi qarşısı alınmaz bir şeyə çevrilə bilər. Ona görə də bu informasiya qanununda biz məhz bu prinsipində rəqəmsal müdafiə texnologiyalarımız nəzərdə tutulanda bunun da demək həssaslıqla diqqətə alınmasını mütləq burada qeyd etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.